100 min, ayına 100 min pul qazanır. 100 min gəliri var hər ay. Ondan 5 minini ayırıb kasıb-küsuba vermir. Yəqin belə cümlələr çox eşitmisiniz kimlərdənsə. Bəlkə də özünüzdə kimlər haqqındasa demisiniz bunu. Mövzuya keçməmişdən qabaq qeyd edeyim ki, köynəyimə yaxud onun rənginə lağ eləyə bilərsiniz, problem yoxdur. Rəylərdə yazarsınız. Bu nə paltarlar geyinmisiniz? Ayıb dağlar, mujik olacaq sizə böyüyəndə. Mövzuya qayıtmalı olsaq, mən başqa bir şeyə diqqət çəkmək istəyirəm əslində. O da nədir? 5000 manat 100 min manatın 20də 1 hissəsidir. İndi rəqəm olaraq deyirik də. Və bu təqribən belə deyək 5%-ni, yəni təşkil edir. Orta statistik Azərbaycanlının gəliri mənim sənin kimi insanların vəziyyətindən gedir söhbət. Yəni bizim kimlər 600 manatsa belə ortalama pul alırıq. 600 manatın da 5%-i eləyir səhv eləmirəmsə 30 manat. İndi burada bir məsələ var da. Bir 600 manat alan adam Azərbaycanlı nə vaxt hər ay maaş alanda 5%-ni, yəni 30 manatını ayırıb özündən daha pis yaşayan birinə verib. 30 manat da demirəm, aranızdan neçə nəfər hər maaş alanda 10 manat ayırır stabil olaraq hər ay hansısa özündən pis dolana, yaxşı dolanmayan birinə ona hədiyyə verir, sədəqə verir, nə isə bir şey verir. Stabil olaraq. Heç birimiz eləmirik bunu. İndi deyəcəksiniz ki, o pul hara, bu pul hara, o 100 min hara, bizim aldığımız 100 manat hara. Amma elə deyil. 100 min alan 5 minin vermir, 100 manat alan da 5 manatını vermir. Yəni əslində məntiq etibarı ilə ikisi də eyni şeydir. Çünki bəzən danışanda deyirik ki, Allah mənə də versəydi mən verərdim, kasıblara paylayardım, nə edərdim. Boş sözdür. Allah sənə 100 min verməyib və səndən də ona görə 5 min verməyi istəmir. Allah sənə 100 manat verib, ondan 5 manatını ver və bununla göstər ki, bəli, bugün 100 manat vermisən, mən 5 manatını verirəm. Sonra nə vaxtsa 100 min versəm 5 min manatını verərəm. Yəni bununla göstərə bilərsən, amma biz bunu etmirik və gözləyirik ki, nə vaxtsa bizə 100 min gələcəyinə milyonumuz olacaq və biz kasıba paylayacağıq. Elə şey olmayacaq qardaşım. Yəni inciməyə sözümdən, amma olmayacaq həqiqətən. Yəni bizdən milyonçu çıxmayacaq. Ona görə də Allah sənə az verib, sən də azından ver. Nə vaxtsa çox verər, çox verərsən. Çakır necə deyir? Azdan az, çoktan çok gider. İndi deyə bilərsən ki, axı bizim ehtiyacımız çoxdur. Yəni o qazanan hara, biz hara, biz nə qazanırıq ki, hələ bir ondan bir müəyyən məbləğdə ayıraq, hər ay stabil olaraq özümüzdən daha pis yaşayan birinə verək. Məsələ burasındadır ki, pul artdıqca onun xərci də artır. Məsələn, sən gedib 2 manatlıq çayxanada oturursan, o qəlyanın tüstüsündən göz gözü görməyən bir dənə məkandır, orada oturursan, dominonun daşını elə vururlar stolun üstünə, elə bil ki, stol bu dəqiqə parçalanacaq. Ya da ki, əlindəki tək qoşa, şeş qoşa zad olur, nə olursa bilmirəm yəni. Yəni sən belə bir məkanda oturursan, amma o 100 minləri qazanan adamlar 2 manatlıq çayxanada oturmur, 200 manatlıq çayxanada oturur. Yəni onların kuruğu da başqadır. Sənin də kuruğun başqadır, onun da kuruğu başqadır. Yəni sən 2 manatlıq çayxanada oturursan, o böyük pullar qazanan adamlar 200 manatlıq çayxanada oturur. Nə bilim, bəlkə də 2000 manatlıq yerdə oturub, bilmirəm mən. Yəni elə yerlərdə olmamışam. Bəziləri məni ittiham eləyə bilər ki, bu deyəsən simiz varlıların tərəfini tutur. Yox, əsla. Zariyat surəsinin səhv eləmirəmsə 19-cu ayəsində də deyir ki, o imkanlılara verilən pulda kasıbların və dilənçilərin haqqı var. Demir, o puldan versələr kasıblara yaxşı olar. Deyir ki, haqqı var o kasıbların onun pulunda. Bilirsən nə deməkdir haqq? Yəni ki, sən bunu verməlisən, haqq sahibinə verməlisən. Sənin deyil, bu onun haqqıdır, haqqı var. O ona verilməlidir. Yəni versən yaxşı olar söhbəti deyil, verməlisən. Qəbul. O indi vermir, verir, necədir? Mənim onunla işim yoxdur. Mənim diqqəti nəyə çəkmək istəyirəm burada? Əslində hamımızın içində bir dənə həmin o simic varlıdan oturur. Əlimizdə olan 5 manatdan vermirik. Kiminsə 5 minlərini sayırıq ki, onda o qədər pul var, heç kəsə paylamır. Sən də onun günündəsən, mən də onun günündəyim, qardaşım. Bugün 5 manatımızdan kəsib verə bilmiriksə, nə bilim 100 manatımızdan, 500 manatımızdan kəsib verə bilmiriksə, sabah yarım milyonumuzdan da kəsib verməyəcəyik. Özümüzə yəni böyük bir şey gəlməyək ki, bizdən yoxdur, biz səxavətliyik falanıq filanıq. Kiməsə də 2 manat pul verəndə yerə göyə sığmırıq da forsumuzdan. Yox, bizdən yoxdur, biz
mələyik, pir peyğəmbər olmuşuq, 2 manat pul verdik filan kəsə. Yəni sözüm budur ki, həmin o varlılar ki, ittiham eləyirik, onlar inaplanetdən gəlməyiblər. Onlar da bizim kimi insanlardılar və niyə görə elə olublar, o cür simic olublar, öz nəfsləri ilə mübarizə aparmayıblar, öz mənəvi, daxili aləmləri ilə məşğul olmayıblar və biz də onların günündəyik. Nə qədər ki, biz özümüzlə məşğul olmayacağıq, elə gələcəkdə bizim də əlimizə o cür pullar düşsə, əgər düşərsə ya, yəni ümidim yoxdur olmağına, birdən olarsa elə onların günündə olacaq. Yəni onlardan fərqli bir şey olmayacaq qardaşım, yəni. Gözləmə. Buna görə başqalarının pulunu saymağı, başqaları nə bilim neynir, neynəmir, onların başını buraxmaq və sadəcə özümüzlə məşğul olmaq lazımdır. Öz gözümüzdəki tiri çıxarmalıyıq, başqasının gözündə söp axtarmağa dəyməz. Sağ olun, başqa videolarda görüşənədək.